edirəm. Baxın, bu PDF-imi atmışdım sizə. Bilmirəm, mənim PDF-imə mi baxırsınız ya yox. Bax, görürsünüz, burada da var cədvəl. Məsəl üçün, ali kateqoriyanın texniki vəzifələri birinci təsnifata düşür. Birinci kateqoriya dövlət orqanlarının texniki vəzifələri ikinci təsnifata düşür. İkinci, üçüncü kateqoriya dövlət orqanlarının texniki vəzifələri üçüncü təsnifata düşür. Dördüncü, beşinci kateqoriya dövlət orqanlarının texniki işçiləri də dördüncü təsnifata düşür. Bu cədvəllər var. Bax, bu da var. e, Yardımçı vəzifələr üzrə həmin o verilən ixtisas dərəcələri. Baxın, PDF-in içərisində hamısı var. Yəni məsəl üçün qanunların axırında o konspektləri cədvəl şəklində yerləşdirmişik. Hər birində var qanunlar. Bu da inzibati vəzifələrin veriləcək ixtisas dərəcələridir, təsnifatlarıdır. Bunlar da istisnalardır ki, hansılar məsəl üçün 1-dir, 2-dir, ali kateqoriyadır, bunları da vermişik. Bu da nələrdir? Təsnifat cədvəli, kateqoriya cədvəlidir, bu da var. İndi gələk, baxın. Hər imtahanın bir dənə sualı. Hər imtahanın bir dənə sualı. Çünki bu dövlət qulluğu haqqında qanunun, yəni o 1-dən 34-ə qədər olan maddənin içərisində olmadığına görə, yəni əlavə bir təlimat olduğuna görə, ona görə də bunu nə verirlər? Hər imtahan bundan bir dənə sual düşür. Biz bilməliyik ki, staja görə əlavə nə zamandan hesablanır? Baxın, staja görə əlavə daimi dövlət qulluğuna baxın, daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq hesablanır. Və nəyə uyğun hesablanır? İllər üzrə. Dedik ki, əgər 1 ildən 5 ilə qədər stajı varsa 5%-dir, 5 ildən 10 ilə qədər stajı varsa 10%-dir, 10 ildən 15 ilə 20%-dir, 15 ildən yuxarıdırsa da nə qədər veriləcək? 30% vəzifə maaşına əlavələr hesablanacaq. Yadda saxlayın ki, həmin o hesablanan əlavələr nədən hesablanır? Hər bir dövlət orqanına dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Yəni, əmək haqqı fondu ayrılır. Dövlət büdcəsindən hər bir dövlət orqanına əmək haqqı fondu ayrılır. Həmin o əmək haqqı fondu hesabına dedik ki, o ixtisas dərəcəsi staja görə əlavələrin məbləği oradan ödənilir. Yadda saxlayın. İndi görək, bax, hər imtahan düşür ki, hansı dövrlər staj hesablanarkən nəzərə alınır? Hansı dövrlər staj hesablanarkən nəzərə alınır? Hansı dövrlər staj hesablanarkən nəzərə alınmır? Bir dəqiqə, bu niyə belə düşüb? Mən o bir PDF açım. Yox, burada da mı qara rəngdədir? Bu nə ekrana gəldi? Müəllimə, Aha. kimsə qrupa yazdı ki, nəsə daxil ola bilmirəm. Ona nəsə köməklik eləmək mümkündürsə, müəllimə, mənim başım çıxmır elə çox, elə mən də yoldaşların köməkliyi ilə daxil olum. Yox, kim idisə qəbul elədim. Amma bilmədim kim idi. Və biz 17-yə qədər oxumuşduq. Yadınızdadır, 17-yə qədər oxuduq ki, ixtisas dərəcələrinin verilməsi, onlardan məhrum edilmə. Hansı ixtisas dərəcələri nə zaman verilir, hansılarda ara müddət nə qədərdir, bunların hamısını demişdik. İndi gələk 18-dən 34-ə qədər olan hissənin izahına. Və yadda saxlayın, dövlət qulluğunun vəzifələri var. Bir də var dövlət qulluqçularının vəzifələri. Dövlət qulluqçularının vəzifələri deyəndə ki, məsəl üçün sən dövlət qulluqçusan, sən bu vəzifələri yerinə yetirməlisən. Bax, oxuyanda da elə oxuyun. Ki, mən dövlət qulluqçuyam, mənim üzərimə bu vəzifələr qoyulub ki, mən bu vəzifələri yerinə yetirməliyəm. Əgər o dövlət qulluqçunun nəzərdə tutan vəzifələri yerinə yetirmirsənsə, sən intizam tənbeh tətbiq olunur sənin barəndə. Bu vəzifələr hansılardır? Bax, imtahana çox vaxt ya vəzifə düşür, ya məhdudiyyət düşür, ya hüquqlardan düşür, ya da təminatlardan düşür. Sən bilməlisən ki, sən dövlət qulluğunda çalışırsansa, sənin hansı vəzifələrin var? Məsəl üçün, sənin üçün müəyyən olunmuş qulluq reqlamenti var, ona riayət etməlisən. Rəhbərin sənə dedik, öz səlahiyyətlərin hüdudlarında, sənin səlahiyyətlərin hüdudlarında, sənin səlahiyyətinə aid olmayan yox. Verdikləri o əmrdir, sərəncamdır, göstərişlərdir, onları nə etməlisən? Yerinə yetirməlisən. Normativ hüquqi aktları həyata keçirməlisən.
Yəni qanunsuz hərəkətlərə yol verməməlisən. Lazım gəldikdə deyir, öz ixtisasın hüdudunda rəhbərin göstərişi ilə əlavə işdə görə bilərsən. Etik davranış qaydalarına əməl etməlisən. Dedik ki, qulluq keçdiyin dövlət orqanına hər il öz gəlirlərin barədə, əmlak vəziyyətin barədə hesabat təqdim etməlisən. Etmirsənsə, yenə də deyirəm, intizam icraatı başladılır haqqında. Qanunverici əməl edilmiş hallarda və qaydada dedik, müvəqqəti olaraq başqa yerdə qulluğa getməlisən, yaxud da həmin o dedik ki, başqa vəzifələri də icra etməlisən. Hansı hallarda? Qanunvericiliyə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq, yəni daimi demiş. Bu dövlət qulluqçusunun vəzifələridir. Sonra hüquqları var. Baxın, hüquq nəyi nəzərdə tutur? Bu sənin hüququndur. Edə də bilərsən, etməyə də bilərsən. Məsəl üçün, hüquqların nədir? Əsas hüquqlarda olan dövlət məvacibi almaq sənin nəyindir? Hüququndur. Sonra dedik ki, əlavə təhsildir, qulluq vəzifəsinin yerinə yetirilməsidir. Bunları nəzərə almaqla, məsəl üçün, vəzifə maaşının artırılmasının, dövlət məvacibinin artırılması iddiasında da ola bilərsən. Əmanətlərdən, qiymətli kağızlardan, depozitlərdən gəlir götürmək də sənin hüququndur. İstəsən götürə bilərsən. Amma qanunvericilik tələbləri daxilində, elə hardan gəldi, yox. Sonra dedik ki, Həmkarlar İttifaqına birləşmək hüququn var. Müvafiq orqanlarda, məhkəmələrdə dedik, öz qanuni hüquqlarını və mənafelərini müdafiə etmək hüququn var. Sonra qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, qulluq funksiyalarının icrası ilə bir araya gəlməyən əgər vəzifələr deyilsə, ictimai birliklərə də üzv olmaq hüququn var. Bu da hüquqlardır. Hüquqları da öyrənirsiniz. Bir də var məhdudiyyət. Məhdudiyyətlə vəzifələri seçmək rahatdır. Niyə? Məhdudiyyət budur. Bunu etməməlisən. Vəzifə bunu etməlisən. Məhdudiyyətdə dedik ki, bir dəqiqə, kim nə yazıb burada? Baxın. Aha. İndi ağ görsəniz də yəqin ki, Roza. Xeyr, qara görsənir. Yazılar qara Niyə? görsənir. Qara Yox. Dəyişdim axı, qara idi, dəyişdim ağ görsəndi. Məndə də qara görsənir, müəllimə. Qara görsənir? Bəli. heç görünmür. Vay vay, ağ görsənir axı. Belə yazılar görsənir, yazıları oxumaq olur, amma Ən azından, yəni Yaxın. mahiyyətimiz nədir? Orada siz oxuyanda bir də səsə qulaq asın ki, mən nəyi demişəm. Amma məhdudiyyət deyəndə nəyi nəzərdə tuturuq? Bunları etməməlidir. Yəni ən azından testi görəndə fərqini tapa biləsiniz ki, tutaq bu vəzifədir, bu məhdudiyyətdir. Etməməli deyirsə, dedik ki, əlavə ödənişli heç bir seçkili və təyinatlı vəzifə tuta bilməzlər. O müvəqqəti əvəz etmə hallarından başqa, müvəqqətsə bəli, edə bilər. Amma ondan başqa heç bir seçkili və təyinatlı vəzifə tuta bilməzlər. Yaxud da tutaq elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olur. Bundan ola bilər. Bunun heç bir istisnası yoxdur. Amma pedaqoji fəaliyyətlə məşğul olursa, tutaq mən dövlət qulluqçuyam, mən pedaqoji fəaliyyətlə məşğulam. Mən nə edirəm? Dərs keçirəm. Mən nə etməliyəm? Dövlət orqanının rəhbərinin icazəsini almalıyam. İcazəsi yoxdursa, pedaqoji fəaliyyətlə məşğul ola bilmərəm. Məşğul oluramsa, rəhbərin icazəsini almadan. Demək nədir? Mən məhdudiyyətləri pozmuş sayılıram. Dedik ki, dövlət orqanı və yerli özünə aidmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmamalıdır. Oldusa, məhdudiyyətləri pozur. Sonra dedik, o vəzifələrini icra etdiyi dövlət siyasi partiyaların fəaliyyətlərində iştirak etməməlidir. Yaxud da dövlət orqanının rəhbərinə xəbər vermədən xarici ölkənin vəsaiti hesabına xarici ölkəyə getməməlidir. Bunları həyata keçirirsə, nə olacaq? Bu məhdudiyyətlərə pozur, əməl etmir. Yaxud da deyirik ki, o tətillərdir, dövlət işini pozan digər hərəkətlərə nə etməlidir? İştirak etməməlidir. Yəni, ümumiyyətcə, bu məhdudiyyət siyahısı var, o siyahıya əməl etməlidir. Əməl etmirsə, yenə də intizam icraatı başladıla bilər barəsində. Dedik, seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluqçusu ola bilməz. Əgər orada həlledici səs hüquqlu üzvüdürsə, yəni səs vermədə namizəd kimi iştirak edirsə, o dövlət qulluqçusu ola bilməz.
Sonra dini təbliğ etməməlidir. Dövlət qulluqçunun statusundan istifadə edərək həmin orqanların tabeliyində olan obyektlərdə o dini mərasimlərin yerinə yetirilməsinə rəsmi xarakter verməməli. Tutaq ki, sən dövlət qulluqçusan, sənin tabeliyində olan hansısa bir ərazi var da. Məsəl üçün tutaq ki, hansısa bir binanın ərazisində o dini mərasimlərin yerinə yetirilməsi üçün rəsmi icazə verirsən ki, hə, get keçir. Bu nədir? Məhdudiyyəti pozursan. Məhdudiyyəti pozursansa da sənin barəndə intisam tənbeh tətbiq olunur. O intisam tənbeh də ki, başqa bir mövzudur. Onu da indi deyəcəm. Baxın, bu da təminatlardır ki, bu dövlət tərəfindən, qulluq keçiyi dövlət orqanı tərəfindən təmin olunur. Məsəl üçün, lazımi qulluq şəraiti təmin olunmalıdır, haqqı ödənilən məzuniyyəti olmalıdır, əlavə təhsilə göndərilə bilər. Yaxud da dedik ki, vəzifə öhdəlikləri ilə əlaqədar ona və ailə üzvlərinə qarşı hər hansı bir zorakılıq törədilirsə, onları nə edir? Qarşısını almaq və yaxud da müdafiə etmək də nə edir? Təminatı var. Təminatla hüquqlar bir-birinə oxşayır. Ən azından yadda saxlayın ki, bu hüquqdur, bunu edə də bilər, etməyə də bilər. Amma təminat dövlət tərəfindən ona verilən təminatlar, ən azından məsəl üçün adından da bəllidir ki, bu təminat qaydaları var. Bu təminat növləri var ki, bunlarla təmin olunur. Və bəxtlər demişdim, dövlət məvacibi nədən ibarətdir? Nədən ibarətdir deyiriksə, 3 dənədir. Vəzifə maaşından, mükafatlardan, vəzifə maaşına əlavələrdən. Əlavədə demişdim, 2 dənə əlavə var. İxtisas dərəcəsinə görə əlavə, staja görə əlavə. Amma desək ki, dövlət məvacibinin məbləği nədən asılıdır? Asılıdır deyəndə götürürük səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən və qulluq stajından asılıdır. İbarət deyəndə 3 dənədir. Vəzifə maaşıdır, mükafat da əlavələrdir. Yadda saxlayın. Sonra baxın, indi bunları özünüz oxuyasınız. Əsas olan hissələri deyirəm sizə ki, yadınızda qalsın. Dövlət qulluqçunun əlavə təhsili. Bax, bu axırıncı imtahanlarda düşmüşdü. Dövlət qulluqçunun əlavə təhsili üçün əsas olan hallardan biri deyil. 4 dənə hal var ki, əsasdır. Hansıdır? Əlavə təhsil alması üçün, yəni hansı məqsəd üçün əlavə təhsilə gedə bilər? Bir, daha yüksək dedik vəzifəyə təyin edilməsi üçün. Əgər sən istəyirsən ki, daha yüksək vəzifəyə təyin olunasan, əlavə təhsilə gedirsən. Yaxud da ehtiyat kadrlar siyahısına daxil edilməsi üçün, məsəl üçün, ehtiyat kadrlar siyahısına daxil edilirsən, əgər vakant vəzifə yoxdursa, həmin o vəzifə boşalanda səni seçirlər. Yaxud da xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi olaraq da göndərilə bilərsən əlavə təhsilə, təlimə və özünün şəxsi təşəbbüsünlə də gedə bilərsən. Və səni kim göndərir? Əlavə təhsilə həmin o dövlət orqanının rəhbəri tərəfindən göndərilir. Yəni, o müəyyən edir. Əlavə təhsilə də dedik ki, hansı vəzifələrdir ki, onlar əlavə təhsilə, təlimə daha çox cəlb edilirlər. Bunlar hansılardır? Bax, ali kateqoriya, ali, 3-cü təsnifatda qulluq keçən dövlət qulluqçuları. Və həmçinin də burada bax, Konstitusiya məhkəməsidir, ali məhkəmədir, Məhkəmə Hüquq Şurasıdır, İnsan Hüquqları üzrə müvəkkildir. Bax, 4 dənə orqandır. Ali məhkəmə, Konstitusiya məhkəməsi, müvəkkil və Məhkəmə Hüquq Şurasının aparatında çalışan dövlət qulluqçuları, 2-ci, 5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili, bax, hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq əlavə təhsilə, təlimə cəlb olunurlar. Bax, imtahana düşmüşdü. Yadda saxlayın, imtahana o dərəcə çətin suallar düşmür biləndən sonra. Bilməyəndə onsuz da hər şey çətindir. Mən şəxsən Azərbaycan dilini çox zəif bilirəm, çox aşağı səviyyədə bilirəm. Demək olar ki, bilmirəm kimi bir şeydir. Sizin üçün ən adi, elementar olan bir şey mənim üçün çox çətindir. Çünki bilmirəm. Ona görə də bilmədiyimiz hər şey çox çətin gəlir bizə. Baxın, dedik ki, dövlət qulluqçularının pensiya təminatı var. Dəfələrlə düşüb imtahana. Bax, bu cümlə başlıq. Çünki səhti salırlar sualları, o dərəcə çətin hazırlamırlar. Dövlət qulluqçularının özlərinin və ailə üzvlərinin pensiya təminatı nə ilə tənzimlənir? Bax, belə düşmüşdü sual. Tənzimlənir nə ilə? Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Yadda saxlayın. Sual düşə bilər. Pensiyanın məbləği nədən asılıdır? Tutaq ki, siz pensiyaya çıxırsınız və o pensiyanın məbləğini nədən asılı olaraq, məsələn, sizə 500 mü verirlər, 1000 mi verirlər, 1500 mü verirlər? Onu nəyəsə uyğun hesablayırlar da. O da 2 Maaşdan dənə haldan tutulmuş asılıdır. gəlir. Qulluq stajından
bir də aldığın dövlət məvacibinin məbləğindən ibarətdir. Neçə il işləmisən və nə qədər pul almısan, maaş almısan. Bunlardan asılı olaraq pensiyanın məbləği müəyyən olunur. Yadda saxlayın. Baxın, sizə əgər əmək pensiyanıza əlavələr hesablanmasını istəyirsinizsə, ən azı qulluqda 15 il stajınız olmalıdır ki, pensiyaya görə dedik ki, əlavələr hesaplansın, əlavələr təyin edilsin. Amma burada bir istisna var. Tutaq ki, hansısa bir orqanda çalışırsınız, dövlət orqanıdır, dövlət qulluqçususunuz. O dövlət orqanını prezident nə edir? Ləğv edir, yerinə publik hüquqi şəxs yaradır. Və həmin o publik hüquqi şəxsi yaratdıqda, tutaq sən 13 il işləmsən, 2 ilin qalıb da əmək pensiyasının əlavələrin hesablanmasına. Həmin o halda o 2 il 15 il kimi hesablanır. Yəni 13 il 15 il kimi hesablanır. Bir dənə halda, bax istisnadır bu. O da nəyə uyğun? Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq. Əgər 2 ilin qalıbsa, 13 il işləmirsən, 2 ilin qalıbsa ki, sənin orqanın ləğv edilibsə, yerinə publik hüquqi şəxs yaradılıbsa və əmək pensiyalarına əlavələrin hesablanması üçün 2 ilin qalıbsa, 15 il kimi hesablanır. Vəssalam, bir dənə istisna budur. Bir də var ki, əmək pensiyası almır, yəni pensiya yaşına çatmır. Tutaq hansısa bir xəstəliyinə görə, əlilliyinə görə, yaxud da özü könüllü işdən çıxırsa, ona nə veriləcək? Müavinət verilir. Ömürlük müavinət verilir. Nəyə görə? Pensiya yaşına çatmasına, əlilliyinə, könüllü işdən çıxırsa, əgər pensiya yaşına çatmırsa, əlilliyə görə çıxırsa, könüllü özü çıxırsa işdən, o əmək pensiya almaq hüququ yoxdursa, dedik ki, ömürlük müavinət verilir. Həmin o müavinət də tutaq gələcəkdə həmin o vəzifədə çalışan işçilərin vəzifə maaşı artırılırsa, o müavinətə də artır. Müavinətə də artımlar hesablanır. Bax, dövlət qulluqçusunun mükafatlandırması. Gəlin, bu dövlət qulluqçusunun mükafatlandırması qalsın. Deyim nəyi? Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsini. Çünki onlar bir-birindən əlaqəlidir. İstəyirəm elə əlaqəli şəkildə öyrənəsiniz ki, yadınızdan çıxmasın. Burada deyərsiniz ki, ay müəllimə, başımızı götürək, itirək, nə qədər burada sözlər var, biz bunu heç öyrənə bilmirik, biz nə edəyək? Baxın, ən azından dediyim şəkildə öyrənin ki, yadınızda qalsın. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi var. Üç şəxslərin, dövlət qulluqçularının, yəni 3 halda xidməti fəaliyyəti qiymətləndirilmir. Və qiymətləndirmə necə aparılır? Təqvim ili boyunca. Tutaq ki, sən dövlət qulluqçusan, yanvar ayının 1-dən başlayır, düzdür, burada yazılmayıb, amma o qayda elə gedir. Yanvar ayının 1-dən başlayır, dekabr ayının 31-nə qədər sənin xidməti fəaliyyətinin qiymətləndirilməsinin qeydləri aparılır. Kim tərəfindən aparılır? Bilavasitə rəhbər tərəfindən. Bilavasitə rəhbər, bilavasitə rəhbər. Bu bilavasitə rəhbər sənin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir. Kimlər xidməti fəaliyyəti qiymətləndirilmir? Baxın, ali kateqoriya dövlət orqanlarında inzibati ali kateqoriyadır, ali 3-cü təsnifat. Yəni, bunlar kimlərdir? Ali kateqoriyada hansılardır? Milli Məclisdir, Nazirlər Kabinetidir, sonra prezidentə aid olan o vəzifələrdir, sonra Konstitusiya Məhkəməsidir, Ali Məhkəmədir, Nazirlər Kabinetidir. Bunların nə aparat rəhbəri, nə aparat rəhbərinin müavini, nə şöbə müdürü, nə şöbə müdürünün müavini, nə də mütəxəssis vəzifələri xidməti fəaliyyəti qiymətləndirilmir. Bax, burada ali kateqoriya deyir, siz testdə görsəz ki, yox, 2-ci təsnifatdır, 3-cü təsnifatdır, 1-ci təsnifatdır, amma kateqoriya 1-dir, o üzrə qiymətləndiriləcək. Biz nəyə götürürük? Ali kateqoriya olsun. Nə olsun? Əsas odur, ali... Roza daxil olmayıb. Kim daxil olmayıb? Vüsalə. Vüsalə görürsən özü daxil olmadı, yoxsa? Bilmirəm. Günel, siz, Leyla, mən görsənir. 4 nəfərdir. Yaxşı. Bax, burada, əgər desək ki, kimin xidmət fəaliyyəti qiymətləndirilmiş, siz ilk öncə ali kateqoriyaya baxmalısınız. Ali kateqoriyanın nə ali təsnifatı, nə 1-ci təsnifatı, nə 2-ci, nə 3-cü təsnifatı xidməti fəaliyyəti qiymətləndirilmir. Bir bu, bir əgər dövlət qulluğu tutan şəxs sınaq staj müddətindədirsə,
Bir də dedik ki, əgər e, Yəni o 9 ayın tərkibində olmur da fəaliyyətin bəli, bax qiymətləndirilməsi. sınaq staj Ancaq müddətindədirsə, sənin xidmət fəaliyyətin qiymətləndirilməyəcək. Bir də əgər daimi dövlət qulluğuna qəbul olunursan, təqvim ilinin sonuna 6 aydan az müddət qalıbsa, tutaq ki, daxil oldun daimi dövlət qulluğuna oktyabrda. 6 aydan az müddət qalıb da təqvim ilinin sonuna, yəni dekabrın 31-nə. Ona görə onda sənin xidmət fəaliyyətin bu il hesablanmayacaq, gələn ildən hesablanacaq. Yəni 6 aydan az müddət qalıbsa, təqvim ilinin sonuna dək. Baxın, yazıb hamısını. Onda da xidməti fəaliyyətin qiymətləndirilməyəcək. Xidməti fəaliyyət də qiymətləndiriləndə, baxın, nələr nəzərə alınır. Tutaq dövlət qulluqçususansa, sənin peşə biliklərin yoxlanılır. Sonra qulluq vəzifələrinə münasibətin yoxlanılır. İş təcrübəndir, ona bölüşməndir, yaradıcılıq təşəbbüskarlıqdır, təhlil aparmaqdır, problem həll etməkdir və s. bura qədər. Bura. Kollektivdə işləmək, ünsiyyət qurmaq. Bu, dövlət qulluqçularına aid. Amma rəhbər vəzifə tutan dövlət qulluqçulardırsa, məsələn, şöbə müdürüdürsə də, şöbə müdürün müavinidirsə, yaxud da aparat rəhbəri onun müavinidirsə, onda bax, bu saydıqlarımızla bərabər plus da bunları da qiymətləndiriləcək. Hansılardır? Baxın, bu 4 dənə də əlavə var. Dedik ki, ekranda bir bax, dənə qalıb, başqa heç nə proqnozlaşmadır, yoxdur. idarə etmədir, kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığıdır, komanda qurmaq bacarığıdır. Rəhbər vəzifə bunlarla yanaşı, bax, bunlarla yanaşı, bunları da yoxlanılacaq rəhbər vəzifə tutanlarda. Amma sadəcə dövlət qulluqçusu deyirsə, məsələn, mütəxəssisdirsə, sektor müdürü, hakim köməkçisi, yaxud da məsləhətçidirsə, onlarda yoxlanılacaq və bunlar. Amma rəhbər vəzifədirsə, bunlarla yanaşı bu 4 dənə də əlavə yoxlanılacaq. Yaxşı, o təqvim ili başa çatdı və həmin o məlumatlar təqdim olunur dövlət orqanının rəhbərinə. Dövlət orqanının rəhbəri də nəticəyə uyğun olaraq qiymət verir. Əla qiymət verir, yaxşı qiymət verir, kafi qiymət verir, bir də qeyri-kafi qiymət verir. Əgər yaxşı qiymət almısansa, bax, yaxşı qiymət almısansa, daha doğrusu əla qiymət almısansa, səni mükafatlandırırlar. Yaxud da vaxtından əvvəl ixtisas dərəcəsi verirlər. Yadda saxlayın, vaxtından əvvəl ixtisas dərəcəsi bircə dəfə verilir. 50 ildə işləsən, 15 ildə işləsən, nə bilim, 40 ildə işləsən fərqi yoxdur. Bir dəfə vaxtından əvvəl ixtisas dərəcəsi verilibsə sənə, bir də heç vaxt verilməyəcək. Xidmət etdiyin dövr ərzində bircə dəfə vaxtından əvvəl ixtisas dərəcəsi verilir. Siz almısınız heç? Yox, yalandan nə deyim? Vaxtından əvvəl İndi ixtisas hansı dərəcəsi verilir. üzrəsiz? Necə? Sizdə indi hansıdır? Mən Təsərrüfatınız hal-hazırda planda. işləmirəm, amma bizdə birinci Hə. dərəcə dövlət qulluqçusuna qədər almışam ixtisas dərəcəsi. Hə. Yəni Hə, 6-cı indi bağlı təsnifata işləyirsiniz. qədər. Yox, hal-hazırda işləmirəm. Yəni işləsəm belə rahat dərs keçənmərəm də. Mən dedim axı Dövlət əməliyyat olmuşam. qulluqçusu Ona olmusunuz görə hələ ki müəllimə? necə? Dövlət qulluğunda işləmisiniz? Əlbəttə ki, dövlət qulluğunda işləməyən, dövlət qulluqçusunu bilməyən nətər gəlib dərs keçir? Sadəcə bir deyirəm qanunları bilirsiniz ona görə. Yox, yox. Yox, mən müəllimə Yəni sağlamlığıyla bağlı işləyirəm. bax dedik ki, əgər o 4 dənə qiymət verir da, əla, yaxşı, kafi, qeyri-kafi. Əla qiymət almısınızsa, ya mükafatlandırılırsınız, ya vaxtından əvvəl ixtisas dərəcəsi verilir. Yaxşı qiymət almısınızsa, dedik ki, bilik və bacarıqlarınızı daha yaxşı təkmilləşdirmək üçün sizi əlavə təhsilə, təlimə göndərirlər. Kafi qiymət almısınızsa, bilik və bacarığınıza uyğun olaraq digər analoji vəzifəyə keçirirsiniz. Tutaq ki, kafi qiymət almısan da, sənin o bilik səviyyənə uyğun olaraq sənə bilik səviyyənə uyğun olan vəzifə verirlər. Qeyri-kafi qiymət almısansa, dövlət qulluqçusu aşağı inzibati vəzifəyə keçirilir. Yəni, daha aşağı inzibati vəzifədən azalır. Belə deyək. Aşağı verirlər da, qeyri-kafi aldığına görə. Əgər xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi ilə bağlı nəticə ilə razılaşmırsınızsa, dedik ki, inzibati qaydada və məhkəmə qaydasında da şikayət vermək hüququnuz var. Yəni, şikayət verə bilərsiniz. İndi, bax, burada nə demişdik? Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinin biri nədir? Dövlət qulluqçusunun mükafatlandırılması.
Gəlin mükafata baxaq görək mükafat nələrdən ibarətdir. Gözləyin, əvvəldə qaldı. Mükafata baxaq görək bizə hansı mükafat verilir. Bir də bilirsiniz də yəqin ki, bax, dövlət sertifikatın qüvvədə olma müddəti nə qədərdir? 5 5 il. ildir. 5 ildir. 5 il tamam oldu dövlət qulluqçusunuzsa, 5 iliniz tamam oldu və 5 iliniz tamam Yenidən olmamışdan imtahan. qabaq siz növbəti sertifikat almalısınız. Əgər növbəti sertifikatı ala bilmirsinizsə, dövlət qulluğundan azad edilirsiniz. Və o dövlət təkrar sertifikatı almaq üçün də fəaliyyətin davam etdirilməsi imtahanından keçməlisiniz. FEDES deyirik ona. Yəni o imtahandan keçməlisiniz, o sertifikatı almalısınız ki, siz növbəti işləyə biləsiniz 5 ili. 3 dəfə alırsınız, elə bir ki, bir dəfə qəbul olanda, 2 dəfə də ondan sonra, o 3-cüdən sonra müddətsiz verilir sertifikat. Bir də dövlət qulluğunda olmanın yaş həddinə, yəni 65-ə qədər. Yəni daha ona qədər sertifikat alırsınız. Müəllimə, bir dəfə, 3 dəfə imtahan verəndən sonra imtahan verməyə ehtiyac olmur. Bir dəfə verdiniz, tutaq ki, indi Aha. aldığınız sertifikatı. 5 il müddəti var. 5 ilin tamam olmamış, olandan sonra yox ha. 5 ilin tamam Aha. olmamış, sən Dördüncü ildə. imtahanda iştirak edib sertifikat almalısan. Fəaliyyətin davam etdirilməsi. Sizdəki kimi deyil, onun üçün mövzular fərqlidir. Sertifikatı aldınız, bir də 5 il getdi. 5 ildən sonra təkrar alırsınız, 3 sertifikat eləyir axı. 3-cü sertifikatdan sonra müddətsiz verilir. Yəni, indi alsaz, indən də sonra 2 dəfə alasınız. İnşallah qəbul olsaz. Daha demişdik ya, xidməti fəaliyyətin O qiymətləndirməsinin sözü nəticəsində deməsəz əla... olmaz. Necə? Deyirəm, o sözü deməsəz olmazdı müəllimə. Olacaq müəllimə, inşallah. Sizin əziyyətinizi İnşallah. itirməyəcəyik. İnşallah. Bax, dedik ki, xidməti fəaliyyətin qiymətləndirməsinin nəticəsindən biri də nə idi? Dövlət qulluqçunun mükafatlandırılması. Əgər əla qiymət alırdısa, ya mükafatlandırılırdı, ya da vaxtından əvvəl ixtisas dərəcəsi verilirdi. Bax, mükafatlandırma da nələrdən ibarətdir? Dedik ki, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən nələri səylə çalışması hər tərəfli mükafatlandırılır. Mükafatlandırmanın növüdür, qaydaları da bax, nədir? Qanunvericiliklə müəyyən olunur. Bunların hamısını soruşacağam ha sizdə. Həmin o dövlət qulluqçusunun xidməti peşəkarlıq səviyyəsinin artması, vəzifə borcunun sonra nə bilim o andına sədaqətlə yerinə yetirməsi dövlət tərəfindən deyirik nə edir? Qiymətləndirilir. O qiymətləndirmə də nələrdən ibarətdir? Vətənə xidmətə görə deyirsə ordendir. Vətənə xidmətə görə ordenin 3 dərəcəsi, dövlət qulluğunda fərqlənməyə görə medaldır, bir də Azərbaycan Respublikasının fəxri adıdır. 3 dənədir. Vətənə xidmətə görə ordendir, dövlət qulluğunda fərqlənməyə görə medaldır, vaxt qurtarır. Bir də Azərbaycan Respublikasının fəxri adıdır. Kimlər dövlət qulluğuna qəbul edilə bilər? Gəlin buna baxaq, ümumi götürəndə. Ümumi götürəndə, burada inzibati vəzifə də var, yardımcı vəzifə də var. Ona görə də ümumi götürəndə kimlər qəbul ola bilər deyiriksə, 16 yaşına çatmış 4 dənə tələb var. Bu etnik mənsubiyyətidir, dilidir, cinsidir, mənşəidir, bunlar nəzərə alınmır. 4 dənə tələb var. 16 yaşına çatmış olsun, sonra dövlət dilini sərbəst bilsin, Azərbaycan Respublikasının vətəndaşı olsun, bir də iddiasında olduğu vəzifə üzrə peşə hazırlığı olsun. 4 dənə tələbdir. Bu şəxslər dövlət qulluğuna qəbul olmaq hüququ var. Bəs görək kimlər dövlət qulluğuna qəbul edilə bilməz? Bax, imtahana dəfələrlə düşüb. Kimlər qəbul edilə bilməz? Dedik ki, əgər onun fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmişdirsə, ya fəaliyyət qabiliyyətinə malik olmaması, ya da məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmə tərəfindən təsdiq edilmişdirsə, məhkumluğu ödənilməmiş və götürülməmişdirsə, hal-hazırda cəza çəkmə müəssisəsindədirsə, yaxud da onun məcburi işləyirləri, məcburi iş. Yəni, azadlıqdadır, amma hələ də məhbus kimi gedir də adı. Əslində, o məcburi işə getməlidir, düzdür, onu pulundan əvəz edirlər, onu nəzərdə tutur. Yəni, məhkumluğu ödənilməyib, götürülməyibsə, dövlət qulluğuna iş verə bilməz. Sonra, əgər dedik ki, nəzarəti altında işləyə biləcəyi yaxın qohumluq əlaqələri varsa, tutaq ki, kimlərdir bu? Ər-arvad da ola bilər, valideynlər də ola bilər, övladlar da ola bilər, bacı-qardaş da ola bilər. O necə? Tutaq sənin atan şöbə müdürüdür, sən gedib orada mütəxəssis işləyəsən.
Eyni şöbədə. Başqa şöbədə işləməlisən. Bəli, başqa şöbədə Olmaz. işləyə bilərsən, çünki onun tabeliyində deyil. Amma eyni tabelikdədirsə, orada işləyə bilməzsən. Bir də barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa, bir də qanuni təmin edilmiş başqa hallardır. Və yadda saxlayın. Əvvəllər mən yadıma gəlir ki, o vaxt bizim böyüklər danışırdı ki, məsəl üçün kimsə dövlət orqanında hansısa vəzifə tutmaq istəyirmişsə, onun bütün nəsil kökünü araşdırırlarmış, soruşurlarmış. Məsəl üçün İndi hansı yoxdur işlərlə elədim. ittiham olunublarmı, yaxud da necədirlər ailələri və s. və s. və s. Düzdür, o polisdə yoxlanılır, hal-hazırda polisdə var. Ki, məsəl üçün kimsə polisə düzəlmək istəyirsə, onun bütün nəsil kökünü araşdırırlar. Amma dövlət qulluğunda əvvəl bu var idi, indi yoxdur. Gör nə deyir burada? Deyir ki, ə, şəxsi ailə həyatının Bizə təfsilatları yoxlanılmır. Dövlət qulluğuna da qəbul edilib edilməməsi qabaqcadan yoxlanılır ha. O qaydanı da prezident müəyyən edir. Yadda saxlayın. Dövlət qulluğuna qəbul edilib edilməməsinin qaydasını da prezident müəyyən edir. Bilirsiniz necə qabaqcadan yoxlanılır? Tutaq ki, siz getdiniz, testdən keçdiniz, lap yaxşı. Orada heç nə yoxlanmır. Amma müsahibədə orada blank var. Blankı doldurmalısan. O blankı dolduranda orada səndən o danlılar var. Onların hamısını soruşur. Sən orada səhv məlumatı doldursan ki, məsəl üçün məhkumluğun varmı? Yox yazsan, orada sistemdə sırazı bilinir də ki, var. Ona görə də istədiyimdə müsahibə şey mərhələsini vermişlər keçə mənə. bilməzsiniz. Əgər o hallar varsa, o hallar baş verirsə və bu saydıq ha ki, bu hallarda qəbul edilə bilməz. Bu halın hansısa ki var, onunla görə qəbul edilə bilməzsiniz. Çünki qabaqcadan yoxlanılır. Da gedib imtahandan keçim, müsahibədən keçim, sonra baxsınlar ki, yox bu məsəl üçün məhkumluğu ödənilməyib, götürülməyib, yaxud da fəaliyyət qabiliyyətsizliyinə malikdir, məhkəmə qərarı yox. Qabaqcadan yoxlanılır. Yadda saxlayın. Timdə də elə Ee, yoxlayırlar müəllimə. Müsahibədə şey istəyirlər. Məhkumluğun olmaması haqqında kağız Asaf Xidmətdən. Onsuz da orada məsəl üçün var da, o da müsahibənin qeydiyyatından keçəndə siz nələr doldurursunuz, anketlər doldurursunuz. O anketlərdə onsuz da onların hamısı var da, səhv yazanda sıra çıxır. Və dövlət qulluğuna qəbul var. Qəbul necə həyata keçirilir? Müsabiqə əsasında həyata keçirilir. Müsahibədə 2 mərhələdən ibarətdir. Yəqin ki, bunları bilirsiniz. Test mərhələsindən, bir də müsahibə mərhələsindən. Dedik test Onunla bağlı mərhələsində suallar. müvəffəqiyyətlə keçdiksə, özü də hər ay təşkil olunur. Hər ay. Ayda bir dəfədən az olmayaraq imtahan təşkil olunur. Bilirsiniz ki, təşkil olunur. Hər ay imtahan. Bax, yadda saxlayın. Test nümunələri deyirsə, Nazirlər Kabineti müəyyən edir. O test nümunələrin hazırlanmasıdır, ekspertizasıdır, test imtahanının təşkilidir, keçirilməsidir, qiymətləndirmədir. Testlə bağlı soruşursa Nazirlər Kabinetidir. Müsahibə ilə bağlı soruşursa bu üzə prezident olacaq. O müsahibə ilə bağlı görürüksə prezident götürürük. Testlə bağlı görürüksə Nazirlər Kabineti götürürük. Sertifikatın qüvvədə olma müddəti 5 ildir, bayaqları dedik. Bir neçə sertifikat ala bilərsən, yəni burada heç bir məhdudiyyət yoxdur ki, məsələn, sən bir sertifikat aldın, vəssalam, da növbətinə gedə bilməzsən. İstəsən 12 ay ərzində 12 dəfə get, 12-sindən də sertifikat al. Yəni daha yaxşı, daha olaraq xeyir. Müsahibəni kim təşkil edir? Müsahibəni qulluq vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Bax, test mərhələsini DİM təşkil edir, Dövlət İmtahan Mərkəzi. Müsahibəni, məsəl üçün, sən əgər Təhsil Nazirliyinə müsahibəsində iştirak edirsənsə, müsahibəni Təhsil Nazirliyi təşkil edir. Məsəl üçün deyirəm ha, vəzifə hansı orqana aiddirsə, o orqan təşkil edir. Və müsahibədə nələr nəzərə alınır? Əgər ixtisas dərəcən varsa nəzərə alınır, yaxud da əlavə təhsilə getmisənsə, o da nəzərə alınır. Amma müsahibədə nələr yoxlanılır? Yoxlanma başqa şeydir. Nəzərə alınma başqa şeydir. Məsəl üçün, sən əgər ixtisas dərəcən varsa, əlavə təhsilə getmisənsə, sən üstünlük təşkil edirsən. Bu nəzərə alındı. Amma yoxlanmada nələr yoxlanılır? Sənin dünya görüşün, məsəl üçün, bilik səviyyən yoxlanılır, dünya görüşün yoxlanılır, iddiasında olduğun orqan haqqında məlumatlar yoxlanılır, iddiasında olduğun vəzifənin qulluq funksiyalarıdır, vəzifə təlimatlarıdır, bunlar yoxlanılır. Müsahibə nə zaman elan? Müsahibə elan olunanda o dövlət orqanlarının özlərinin internet saytlarında elan verilir də. Elan verilir. Elan veriləndən sonra 30 gün müddətində sənəd qəbuludur.
Sənəd qəbulu bu gün başa çatdısa, başa çatdığı gündən 30 gün müddətində də müsahibə təşkil olunur. Yadda saxlayın. Müsahibədə də kimlər iştirak edir? Məsəl üçün, 3 nəfər ekspertdir. Biri müstəqildir, müstəqil ekspertdir. Biri dimlə gedir. Biri də həmin o hansı orqanın ki, müsahibəsində iştirak edirsən, o orqandan da bir nəfər ekspert şəklində iştirak edirlər. 3 nəfər ekspert olur. Yadda saxlayın. Tutaq ki, müsahibəni keçdiniz. Müsahibəni keçəndən sonra tutaq 5 namizəd keçib. Hələ namizəd daha dövlət qulluqçusu demirik. 5 namizəd keçib. 5 namizəd 5 iş günü müddətində dövlət orqanına, rəhbərinə təqdim olunur. Tutaq Təhsil Nazirliyinin müsahibəsində iştirak etmisiniz, 3 nəfər keçmisiniz. Üçüncü də təqdim edirlər 5 gün müddətində dövlət orqanının rəhbərinə. Dövlət orqanının rəhbəri baxır, sizin aranızdan bir nəfər seçməlidir. Kimi seçəcək? Həm test mərhələsində, həm müsahibə mərhələsində ən yüksək bal toplamış şəxsi seçəcək. Əgər 2 nəfər eyni bal toplayıbsa, onda baxacaqlar onun təhsil pilləsinə. Məsələn, bu magistr mı oxuyub, yoxsa bakalavr mı oxuyub? O da eyni olan varsa baxacaqlar dil biliklərinizə. Yəni, belə ədalətli şəkildə götürəcəklər. Sən əgər baxsan ki, səndən bircə bal da olsa az toplayanı götürdülər, səni götürmədilər ki, o haqsızlıqdır və qanun tələbləri pozular. Onda heç kim pozmasın. Yəni, yadda saxlayın, deməyin ki, o bizdə nə zaman haqlar pozula bilər? Müsahibənin gedişatında. Onlar qəsdən sizə çaşdırıcı suallar, qəsdən çətin, nə bilim, proqramdan kənar da verə bilməzlər. O zaman verə bilərlər ki, dünya görüşü ilə bağlı hardan istəsələr verə bilərlər. Onu bilməsəz, hə. Yəni, dağa çəkirlər o deyil, dağa daşa salırlar, elə. O zaman haqsızlıq edə bilərlər. Amma müsahibədə yaxşı keçmisənsə, testdən yaxşı bal toplamısansa, qəbulda heç bir haqsızlıq edilə bilməz sizə. Yadda saxlayın. Belə, dövlət qulluğunu oxuyun. Nəyi başa düşməsiniz? Eyb yox, qalsı. Axıracan oxuyasınız. 17-dən 18-dən başlayırsınız, lap axıracan. Lap axıracan oxuyursunuz. Bax, dövlət qulluğuna hansı hallarda xitam verilə bilər? Dövlət qulluğundan qorxmayın. 3 sual, 2 sual düşür təsnifatdan, ixtisas dərəcəsindən, kateqoriyadan. Hətta 3-4 eləyiblər axır vaxtlar. Onları bildiksə 5-6 sual düşür. Yerdə qalanda ya düşür, məsələn, dövlət qulluğuna hansı halda xitam verilmir, yaxud da hansı hallar dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Baxın, dövlət qulluqçusu öz arzusu ilə də çıxa bilər işdən, ərizə yazır, çıxır. Yəni, burada məhdudiyyət yoxdur. Yaxud dövlət orqanı ləğv edilir. Baxın ki, hansısa bir nazirlik ləğv edildi, hansısa bir orqan ləğv edilsə, məcbur nədir? Dövlət qulluğuna xitam verilir. Yaxud da işçilərin sayı ştatları ixtisara düşürsə, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilərsə, dedik ki, sertifikatın qüvvədə olma müddəti bitdi, növbəti sertifikatı ala bilmədi.